Əziz şəhidimiz Fərhadın və onun cümlə simasında cəmi şəhidlərimizin başlayır. Haqqı Muhammed və bir bizim ata-baba yurdlarımızın azad olunmasında fədakarlıq edib. Allah Fərhadın valideynlərinə, anasına səbir versin, qorumalarına səbir versin. Onun simasında bütün şəhidlərimizin məqamını Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَالشَّمْسِ وَضُحَاهَا وَالْقَمَرِ إِذَا تَلَاهَا وَالنَّهَارِ إِذَا جَلَّاهَا وَاللَّيْلِ إِذَا يَغْشَاهَا وَالسَّمَاءِ وَمَا بَنَاهَا وَالْأَرْضِ وَمَا طَحَاهَا قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا وَقَدْ خَابَ مَنْ دَسَّاهَا كذبت ثمود بطغواها إذ فكذبوا فعقروها فدمدم عليهم وانظرهم بذنب الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون ولا تعذبه وإياه زم şehitlerimizin ruhu şad muamil Fatiha'tul Esselam. Ömrüm günüm sönüb getdi yerə düşən çiçəklərdə, yarpaqlarda, arzular da, həvəslər də qarışıb getdi torpaqlarda. Bizi küləklər ayırdı, solub getdik bir-birimizdən uzaqlarda. Bundan belə yox ümidim, pöhrələnib çiçəklərik, bizdən ötürü yer üzünə yağsa belə yağışlardı. Bundan sonra yaşayarıq göz yaşında, göz yaşıyla çiçək açmaz, suvarsan da baharlarda. Arzular da çiçək kimi tez saralar torpaqlar, görəndə ki oğul yatır məzarlıqda. Həyat bizlər üçün qəmli ötdü bəxtin solmuş bağlarında. Bir qış günü yağdı qarlar saçlarıma, qəm qüssədən yarpaq kimi titrər əlim, ayağımda. Gec də olsa başa düşdüm, mən solmaq üçün yarpaq tökdüm. Bir də bəxtim çiçək açmaz, sənsiz gələn baharlarda. Bir payız gözlərin əbədi yumub, qopub ömrün yarpağı cavan yaşında. Hərdən onunla görüşürük rüyada. Deyir, bilirəm, yükün ağır oldu dünyada. Söz vermişdim qaydacana, yağışlar, qarlar yağanda. Bildim ki, bəzən yaşıl yarpaqlar da solarmış baharlarda. Bağışla məni ki, sənin gözü yaşlı qoydum bu vəfasız yollarda. Dərdimlə səni də uzattı zaman yaşında. Allah rəhmət etsin. Allah'ın salamı, rəhməti, bərəkəti hər birimizin üzərində olsun. Şəhidlərin ruhu qarşısına baş əyirik. Şəhid valideynlərinin, yaxınlarının, əzizlərinin, doğmaların qarşısında baş əyirik. Çox maraqlıdır. Bu şəhidimiz də Fərhad, digər şəhidimiz də Fərhaddır. İki Fərhadın şəhadət günü eyni günə təsadüf edir. Hətta anası deyir ki, bir sinifdə oxudularmış. Bunlar təsadüfmü, qismətmi, Allah'ın möcüzəsimi, sirrimi? Biz elə bundan sonra şəhidlər haqqında danışanda, onların həyatını araşdıranda mən həmişə demişəm, hər bir şəhidin həyatında özəl, hər bir insanın həyatında kiçik bir dünyası var, şəhidlərin də həyatında dünyalar var. Məndən öncə çıxış edən Natiq şəhidin atası, Hacı Əhməd Abdullahın atası
Hər dəfə şəhidlər xiyabanda bizim demək istədiyimiz sözləri deyir. Onun özü üçün də ağırdır, bizim üçün də ağırdır, amma həm də qürur vericidir. Bir valideynin, bir atanın şəhidlərin məzarı üzərində belə çıxış etməyi, danışmağı, səbir həmişə göstərir. Biz inanclı insanlar şəhid deyəndə İslamın ilk şəhidləri Peyğəmbərin əmisi Həmzə Seyid-i Şühada olub, Cəfəri Təyyar olub. Amma sonradan Peyğəmbərin əziz nəvəsi canı canından, qanı qanından olan İmam Hüseyn əleyhissalam şəhadət mərtəbəsinə yüksələndə bizlər demək olar ki, Azərbaycanlılar, müsəlmanlar İmam Hüseyn əleyhissalamı ziyarət edirlər və inanclı insanların əksəriyyəti namaz qılanda alınlarını torpağa qoyarlar və yaxud möhrə qoyarlar. Araşdırmalar göstərir ki, həmən o torpaq, həmən o möhür şəhidin qanından yoğrulmuş bir torpaqdır, bir möhürdür. İnsanlar alını ona qoyurlar. Səcdə Allahadır, amma alın hara qoyulur? Şəhidin qanı tökülən torpağa. Yəni şəhidin qanı tökülən torpaq, şəhidin uyuduğu torpaq, şəhidin yaşadığı mənzil, fəth elədiyi zirvə, vətən hər birimiz üçün müqəddəs olmalıdır, mübarək olmalıdır. Bugün biz bura yığışmışıq. Bura mübarək bir yerdir, bura müqəddəs bir yerdir. Bura mənəvi qida aldığımız bir yerdir, ruhi qida aldığımız bir yerdir. 5 il keçib üstündən. Şəhid şəhadətə yüksələndə balaca balası, İnci balamız səhv eləmirəmsə 2 yaşındaydı. Bugün artıq 7 yaşı var. İnci balamız böyüyəcək. Atasının qəhrəman, igid bir övladına, qızına çevriləcək və bizim bilmədiklərimizi, bizə gizli qalan bəzi məqamları vaxtında gələcəkdə inşallah İnci balamız biləcək. Allah o balanı min budaq eləsin. Bütün övladı olmayanlara Allah övlad nəsib eləsin. Şəhidlərimizi qəriq rəhmət vasitəsilə cənnət qərar versin. Ruhlarını bizə duası qərar versin. Bir daha şəhidin ruhu qarşısında baş əyirik. Hörmətli tədbir iştirakçıları, mən də sizi hər birinizi salamlayıram. Öz adımla Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovundan şəhidimizin yaxınlarına, əzizlərinə, ən əsas da ailə üzvlərinə, onun atasına, anasına, balasına Allahdan səbir diləyirəm. Bugün bura yığışmazda məqsəd Fərhadlı Fərhad və onun elə timsallı cəm şəhidləri anmaqdır. Məndən qabaq danışan natiqlər ətraflı danışdılar. Amma bir qazi kimi, bir hərbiçi kimi və bir Qubadlı rayon İcra Hakimiyyətinin bir məsul işçisi kimi fəxrlə deyə bilərəm ki, bugün Qubadlı o şəhidlərimizin qanı axdığı torpaqlarda, hər bir zirvəsində, Qubadlısında, Şuşasında, Xankəndisində, hər bir nöqtəsində o üç-rəngli al bayrağımız dalğalanır. Şəhidimizin atasına da, valideynlərinə, ailə üzvlərinə deyirəm, başınızı dik tutun. Allah cəm şəhidlərə rəhmət eləsin. Bugün Qubadlımız, bugün Xocavəndimiz, bugün Şuşamız, hər bir bəkar Qarabağ zonası 27 il əsarət altında qaldı, orada düşmən ayağıdaydı. Amma bugün onlar azaddır. Fərhad və Fərhad kimləri o canı qanı bahasına, o isti qanı töküldüyü torpaq bahasına bu günləri o torpaqlar azaddır. Bugün orada müsəlman ayağı deyir hər bir torpağa, hər bir nöqtəyə. Bugün abadlıq işləri gedir. Bugün mən Fərhadlı Fərhadın timsalında deyirəm. Onun doğulduğu, əsləndiyi torpaqlarda artıq qurtuluş işləri gedir. Bugün sabah artıq yaxın zamanda müharibədə köz başlayır. Və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təşrif olunur. İnşallah izləyən yox, Allah deyən olsun. Və bütün cəmi şəhidlərimizin, Qubadlıdan olan bütün şəhidlərin, ilkin şəhidlərin hamısının qəbri üstü abiləsi götürüləcək, lövhələr düzəldiləcək və rayona girən hər bir şəxs onların qarşısında baş əyib keçəcək. Bugün fəxrlə danışa bilərik. Bugün burada iştirak edən, mən nəzər yetirdim, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçıları var. Hansı ki, bu günləri bir neçə qəbri o tərəfdə Məhramov Ülvü və onun əmisi Məhramov Mirzənin qəbri üstündə ikisinin şəhid şəkili var. Böyle simvolik olaraq onu ispat edir ki, həm 1-ci Qarabağ, həm ölmürəm, bir Qarabağ uğrunda gedən döyüşlər uğrunda şəhid oldular. Ancaq bunları da yaddan çıxartmaq lazımdır və arzu edirəm Allahdan. O yetişkin şəhidlərimizin də nəşi tezliklə tapılsın. Ailələrinə
təhvil verilsin və şəhidlər xiyabanında fəxrlə, açıq alınla onlar dəfn olunsun. Allahdan bir daha şəhidlərimizə rəhmət diləyirəm, ailə üzvlərinə başsağlığı diləyirəm. Allah yaralı qazilərimizə, əzazını itirmiş qazilərimizə can sağlığı versin. Qalan ordumuzu o səngərdə bizi qoruyan əsgərlərimizi başda Ali Başkomandan olmaqla qorusun. Teşekkür edirik. Salam mənim. Qardaş babasından alırsan. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəzər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Biz onun sayəsində ordumuz zəfər saldı. Salam şəhid anası, sən necə də qürurlusan, dağ bu. Boyda oğlun gedib, yenə də dik durmusan. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Üzün olub bir igid, arxa dayaq itirdin. İndi bütün igidlər qardaşındır ay bacı. Sən şəhid bacısan, sənə yoxdur tay bacı. Kazanan ilkinden bize düşman olan ülkeler Azerbaycan torpaqlarını işgal etmək üçün, müstəqilliyin qəbul etməmək üçün çox işlər, çox əziyyətlər. Çoxlu şəhidlərimiz oldu. Birinci Qarabağ döyüşündə Qubadlı, həm Laçın istiqamətində, Cəbrayıl istiqamətində, Zəngilan istiqamətində döyüşlərdə iştirak edir. Ağır döyüşlər oldu. Çoxlu şəhidlərimiz oldu. 91-ci ildən düz 93-cü ilin avqustuna qədər 2 ildən artıq, 2 il yarımdan artıq döyüşlər oldu. Sonraki dövrdə də ağırlar oldu. Yəni, bugünkü gündə biz köhnə döyüşçülər olaraq gəlmişik bura. Şəhidlər geridirim, şəhidlər xiyabanında heç bir fərq qoymuruq. Bütün burada çoxlu görürəm şəhid ailələri var, şəhid anaları var. Hamısı bizim üçün əzizdir, doğmadır. Yəni, şəhid şəhiddir, şəhid vətən üçün gedir, şəhid millətin dəyəridir, şəhid millətin gözünün dikənəcəyi müqəddəs yerlərdir. Arzum budur ki, işğaldan azad olunmuş bu şəhidlərimizin hesabına azad olmuş müqəddəs torpaqlarımızda bu şəhidlərin məzarları olsun, ziyarətgahlar olsun. Yəni xalqımızın ümid yeri ziyarətgahlar olsun. Bu günlərdə bir qrup döyüşçülər adından mən Fərhadlının atasının qohumlarının yanında istəyirəm 706 saylı hərbi hissənin hazırladığı Fərhadın şəkil olan üç rəngli müqəddəs bayrağımız. Bizim üçün ən əziz, müqəddəs bir şey bayraqdır, Azərbaycan bayraqdır. Bu qanla suvarılıb, bunun üçün nə qədər qanlar tökülür. Fərhadın da qanı tökülür Azərbaycan bayrağına, müqəddəsdir. Ona görə də biz döyüşçülər adına istəyirəm onun atasına bizim hazırlatdığımız bu üç rəngli bayrağı verək ona və bizim də ona dediğimiz söz olsun ki Allah rəhmət eləsin, heç vaxt unudulmasın, unudulmayacaqdır şəhidlərimiz. Əziz dostlar, qohumlar, nə qədər təsəlli versək də bugün hesab edirəm ki, şəhid valideynləri üçün çox demək olar ki, işlər. Yəni bu itkini yerini doldurmaq işlər. Amma bunun arxasında bir qürur hissi duyulduğundan hesab edirəm ki, o dərdləri unutmaq biraz qismən asan olur. Uğur
vətən üçün. Əgər vətən dardadırsa, mütləq oğullar gedir. Müharibə haqqında təsəvvürü olanlar, məsələn, hamının təsəvvürü var. Amma o hadisələrin içində olanlar, zanlı şahidlərdir. Gördüyünüz yarı can, yarı o hisslərini itirmiş insanlar. Mən vətənimizin başı sağ olsun deyirəm və bir də müharibə bizim ölkəyə gəlməsin. Müharibə dəhşətdir. Müharibə ölümdür. Müharibə insanları pərən-pərən salan, insanları bir-birindən ayıran bir vasitədir. Biz müharibə istəmirik. Qoy bizim ölkədə həmişə əmin-amanlıq olsun. Fərhad kimi oğulların ruhu şad olsun və mən Fərhadın valideynlərinə başsağlığı verirəm. Allah rəhmət eləsin deyirəm və bir daha onlara belə müsibət göstərməsin. Allah rəhmət eləsin. Başınız sağ olsun.